Demək, İblis ikinci pərdə. Görək ikinci pərdədə Arifin başına nələr gəlir. Daha doğrusu mən Arifin başına gələn hər bir hadisənin, hər bir necə deyirlər, çəkdiyi başının bəlalarını və elədiyi hər bir şeyin kökündə Arifin öz necə deyirlər, naşükürlüyünü görürəm. Yaşadığı mühiti bəyənmir və sadəcə özünə ölüm arzulayır ki, mən çıxım yuxarı və deyir, yuxarıdan aşağıya baxım, görüm yer üzündə vəziyyət necədir. Sanki elə bir növ inanır ki, bu yuxarı çıxıb elə cənnətdə oturacaq və cənnətdən aşağıya baxacaq. Məncə bu doğru bir yanaşma deyil. Düzdür, təbii ki, yazıcı burada insan düşündürən bir obraz yaratmaq istəyibdir. Amma biz həyatda Arif kimi düşünən, Arif kimi hərəkət edən və sonunda elədiklərinin nəticələrini başqasının üstünə yıxan azmı insan tanıyırıq? Başlayaq ikinci pərdəyə. İkinci pərdə ərəb zevqinə uyğun süslü bir salon, qarşıda sağda və solda birər qapı və birkaç pəncərə, iblis xidmətçi ərəb qiyafətində ötəyi bərəyi düzəltir. Demək biz burada iblisi xidmətçi formasında və ərəb qiyafətində görürük. İbn Yəmin qarşıdan qapıdan gələrək bana bax, durma əzizim, çabuk ol, durma get, haydi imamı Arab bul, söylə gəlsin bu nikahı qıymaq üçün. Demək biz burada nəyi görürük? İbn Yəminin ilkində imam. İblis baş çavuş zənn edərim getdi dəmin. İbn Yəmin pək gözəl, gəlsə həmən söylə mənə. İblis söylərim, lakin əmin olana bir qədər göstərəcək istiğa. İbn Yəmin nə vəzifən deyil aid bu sənə. Deyir ki, demək İblis İbn Yəminə deyir ki, Rəna sənə razı olmayacaq. Rəna yəni buna razı olmayacaq. İbn Yəmin deyir ki, sənə nə var? Yəni bu sənin vəzifən deyil. İblis əmrə borcudur, itayət, teyfa. Onu məcbur edəməzsin zira böyle bir cəbrə hökumət duysa çəkəcəkdir başın dürlü bəla. Çünki var başqa günahında sənin orduya, devlətə çıxdığın xain. Biz İbn Yəminin xain olduğunu ilk öncə onun yanındakı zabitin nitqində görürük. Orada deyir ki, biz qətli görübdü. Bir əskər deyir, ondan da müthiş bir bəla əskər. Bir orada görürük, bir də indi İblisin nitqində görürük ki, İblis onun dövlətə xain çıxdığını deyir. İbn Yəmin mütərəddid, diplomatçı bir təbəssümlə. İşte pək doğru və məntiqli cavab, sən vəkil ol, nə dilərsən onu yap. Gəldi qəbdən çıxar İblis, məğrur qəhqəhə ilə yalnız. Əvət İblis, o böyük sənətkar, həm yapar, həm də yığar, qüdrəti var. İblis özünü nə adlandırır? Böyük sənətkar deyir, həm düzəltməyi, həm də yıxmağa qüdrəti olan böyük bir sənətkar adlandırır İblis sözünü. Bu sırada Vasif ilə küçük Sabit sağ qapıdan daxil olur, ətrafı süzməyə başlarlar. Bu cəsarət nə demək? Ey, bana bax, bu İblisin nitqidir. Vasif istehzalı qəhqəhə ilə bir oteldir deyə sandıq bu qonaq. İblis, əcəba sahibi kimdir otelin? Vasif, bir ərəbdir adı İbn Yəmin. İblis, qızğın, sayğısızlıq yetişir, haydi gedin. Vasif silah çəkərək, şımarıq aptala bax, dur, nə dedin? Küçük Sabit, Vasif, Allahı sevərsən də bıraq, geri çəkilməkdə olan İblisə, dur, təlaş etmə, əzizim. Vasif, alçaq, nerede Rana, onu göstəribli. İstehzalı təbəssümlə, nə demək? Varıyor İbn Yəminə o mələk. Vasif, ona qandırmış o xain, lakin ben sağ olduqca bu iş namümkün. Küçük Sabit, arkadaş, gerçi o sərsəm məğrur. Qızın ən sevgili məşuqu budur. Deyir ki, o sərsəm məğrurdur. Qızı sevən həqiqi məşuqsə Vasifi göstərir budur. Bəs budur. İblis, ayaq səsləri var. Tez çəkilin. Çəkilin. Sonra bir az sonra gəlin. Vasif arkadaşına xüsusi. Gedəlim, ən iyi yol hər ikimiz açacaq, sonra misafir gəliriz. Şu hərif çünki yaxın dostumdur. Bəlkə bir dənklə iş həll olunur. Şu hərif deyərkən də İbn Yəmini nəzərdə tutur. Deyir, yəni İbn Yəmin mənim bir dostumdur. Bəlkə də bir başqa tonla biz bu işi həll elədik. Kiçik Sabit çıxarkən İblisə, şimdi var bir sana ümid ancaq, çarə bul, yoxsa o qız məhv olacaq. Demək, biz burada nəyi görürük? Kiçik Sabitin də İblisdən imdad umduğunu görürük. Yardım istədiyini görürük.
İblis mərur qəhqəhə ilə yalnız bəndən ümuyor cümlə cihan, biri zalim, biri məzlum insan. Rəna sol qapıdan içəri daxil olur. Bu ziyafət nə demək söylen hiç insana hiç aşmadı mı Bünyamin? İblis bilmiyorum ki bir davranmak ne? Bu ziyafətdir əlamət düğüne. Səni tezviz ediyor İbn Yemin. Şimdi emretti nikah kılmak için. Ne için? Yani bilmemişim niye davranıram ki ben bilirim. Bu bir toydu ve bu toyda İbn Yemin əmr edibdi səninlə nikah olacaq. Rəna həyəcanlı və çaşqın. Sus, aman sus, nə rəzalət. İtimadsız. Acaba yox, çəkilməz bu xəyanət asla. Beni bilmem ne sanmış şu herif. Ah pek doğru diyormuş Arif. Demek biz orada ne görürük? Rəna Arif'in haqlı olduğunu deyir. Son dərəcə təhditkar. Heç maraq etmə, duyar, şimdi duyar. Şimdi anlar ki, evet, bəndə nə var? Gəldiyi qapıdan çıxar. Bu arada Arif fəsli olaraq yüzünü güzelce təraş edilmiş olduğu halda sağ qapıdan girer. Rənanın qapıya kapayıp gittiğini görünce büsbütün şaşırır İblis. Bana bak, hey seni sersem budala. Bu cesaret sana nereden acaba? Arif Rəna çıktı kapıya işaretle. Ondan, ah işte o dilber kızdan. Şimdi buradan süzleyen ulduzdan. Demek Arif Rənanı ulduza bənzədir. İblis, söyle derdin nedir aydın söyle. Arif, mərhəmət kıl da aman lütf eyle. Söyle Rənaya Arif gelmiş. İblis, anladım derdini lakin bu zor iş. Ona nail olur ancak onlar ki avuçlar dolusu altını var. Arif, bende yok altın əzizim zira uymamış sərvətə könlüm əsla. Demək, İblis elə özü Arif'i altına qızla yönləndirir və Arif də deyir ki, mənim könlüm sərvətə uymuyubdu. İblis yarın qəhqəhə ilə altının yoxsa silahım var ya, bəni öldür də qavuş sonra ona. Arif, yox silahım da yox, insaf elə. Sanma vəhşi bəni sən bir söylə. İblis mənalı bir qəhqəhə ilə pək gözəl anladım ancaq Rəna. Qismət olmaz bu təbiətlə sənə. Üzülüb durma, çəkil get zira qüvvətdə altına tabi dünya. Deyir ki, çəkil gedinlə, Rəna sənə bu xislətlə, bu ağılına qismət olmayacaq. Dünya deyir, qüvvətdə qızla tabidir. Arifdə məyusə bir darğınlıq, İblis mülayim qəhqəhə ilə. Nəyə daldın, niçin oldun məyus? Arif, çünki yox bir şeyim, əfsus. İblis, bir şeyin yoxsa da könlün var ya, bana ver könlünü Arif. Əsla, bunu heç umma sakın Arifdən. Vermişəm könlümü yalnız ona mən. İblis ətrafa, işte şərqin mütərəddid çocuğu, şaşqın, abdal, əsəbi yavrucuğu. İşte şərqin, bunu İblis deyir, demək harda deyir, Arifin ürəyini istəyəndən sonra. Arif masa üzərində şərab qədəhlərini yaxalar, ah aman bir üçüm olsun bana su. İblis sürahı alıb qəhqəhə ilə doldurur, al iç. Arif yarıya qədər içər, yüz gözünü vuruşturur, eyvah nə dəhşət yahu, su deyil, səmli bir ateş deyir bu. Başka bir şüşədən büyük bir qədəh dolusu ərğavani şərab verir və bu fəqət tatlıdır. Al iç demək İblis. İlk öncə içkini Arifin özü içir, daha sonra isə ona şərabı İblis verir. İç də bax, sonra duyarsan neymiş? Ən gözəl töhfə keşiş göndərmiş. Biz nə görürük İblisin nitqində? Görürük ki, o şərabı keşiş göndərdi. Deyilən gözəl töhfədir. Bir qədər içər, qədəhi məmnun və nəşəli bir baxışla süzərək. Evet, sanki şəfəq dalga olunur. İçib bitirdikdən sonra niyazilər, şimdi Rənaya çağırsan nə olur? Onu sən pək mi sevərsin? Cibindən bir cığara çıxarır. Sorma, sızlayan könlümü ateş vurma. İblis cığaraya ateşlər. Burada sigaret mənasından yani deyir ki, Arif cibine bir sigaret çıkardır, o da onu ateşler. Ta çocukken seviyordum onu ben. İblis kapıya işaretle geliyor, işte o gülgünceyi dehen. Arif, aman halı nasıl hüznə var, gözlərindən saçıyor şimşəklər. Rəna əlində bir kaç parça kağız daxil olur heyrətlə. Arif, ne için geldin sen Arif? Sorma benden, onu sor qəlbimdən. Deyirsən, ne için gəlsən? Arif də deyir ki, onu məndən sormasan, onu qəlbimdən sor. İblis, şu kağızlar ne içindir yavrum? Rəna, onu bunlar edəcəkdir məhkum. Arif, əcəba kimdir o xain miskin? Rəna, səncə pək bəlli hərif. İbn Yemin. Arif, kağızları göz ucuyla süzərək, şu xəyanətləri sən əvvəldən biliyorkən susuyordun, bu nədən? Rəna, beni kandırdı da sandım o dəni bulur əlbət babamın qatilini. Sonra baxdım ki, o bir başqa səfil. Demək, biz nəyə görürük? Biz İbn Yeminin, Rəhnanın İbn Yeminin xain olduğunu
öncədən bildiyini görürük. Əlində də sənədləri var imiş, amma deyir, mən onu təqdim eləmirdim, çünki o məni aldadırdı ki, mən sənin babanın qatilini tapasıyam. Arif ətrafa bəlkə hep kendisi canı qatil Rənaya. Bana ver onları Rəna, bana ver kağızları almaq istəyər Rəna. İblisi göstərir. Hələ səbr et, bakalım bir bu nə der? Ver, evet ver. O nə lazımsa yapar. Arif bana ver. Şimdi o azğın canavar bulur əlbət cəzası qurtulmaz. Kağızları sürətli addımlara gəldiyi qapıdan çıxar. Rəna müstərib. Lakin o hərif pək olmaz. Hiç telaş etme kuzum, dinle beni. İki dik soruyorlardı sənəyə. Rəna sözünü kəsərək kimdi onlar iblis? Biri olduqca yiğit, Vasif ismində gözəl bir zabit Rəna. Şad və məmnun. Ah, gerçək mi bu sözlər iblis? Pək gerçək. Bana söz verdi. Əmin olun gələcək İbn Yəmin daxil olur iblisə. Acaba sevgili Rəna nə diyor iblis? Bəyim, ishar müsərrət ediyor. İbn Yəmin iblisin omuzuna oxşayaraq xeyli məmnunum. Əzizim səndən Rəna. Kinayəli və acı təbəssümlə xəstəyə başmaq üçün gəlmiş ikən bir ziyafətdə bulunmaq nə tuhaf. Deyir xəstəyə Rəna, kinayə edir ki, xəstəyə baxmaq üçün gəlmişik. Bəs biz niyə bir ziyafətdəyik? İbn Yəmin, yoxmudur səndə gülüm heç insaf? Yaralı əskərə baxmaqsa məram əskərim, mən də böyük həm də yaram. Yar da aç qəlbimə bax, sonra inan, çünki hala ağrıyor, kəsmədi qan. Demək İbn Yəmin Rənaya deyir ki, səndə heç insaf yoxdurmu? Deyirsən bir yaralı əskərə baxmaq istəyirsən, mən də bir əskərəm. Sən aç mənim yaramı, gör mənim yaram deyirəm böyük yaradır. Çünki hələ də qanıyır, qəlbimi aç bax. Rəna məhzun, ah təmin ediyordun da bəni, bulacaqdın babamın qatilini. Deyir ki, bəs sən məni təmin edirdin ki, yəni söz verirdin ki, mən sənin atanın qatilini tapasıyam. İblis, o da mümkün Rəna. Bir düşün, mən nə dedim şimdi sana? Hep sevin gül mələyim, çünki bugün ələ düşməz nə saadətli düyün. Deyir ki, mən sənə nə dedim, o dolar bir gün, amma bugün sevin günündən, çünki sənin toyundur. Mənalı qəhqəhə, çavuş daxil olur. Gəlir işte misafirlərimiz İbn Yəmin Rənaya. Get gülüm, sonra məhəbbət edəriz. Misafirləri qarşılamaq üçün qarşı qapıdan çıxar iblis Rənaya. Heç maraq etmə, əmin ol, o bənim ən itaətli qulumdur daim. Durma, get, bəklə də fürsət dəmini, bəklə röyada görür burada səni. Demək, biz nəyi görürük burada iblisin nitqində? İblisin nitqində görürük deyir ki, İbn Yəmin mənim ən sadiq qulumdur. Yəni, iblis bilir ki, İbn Yəmin artıq ona tam tapıbdır. Yəni, sırf ona qulluq eləyir. Deyir ki, səni bir də yuxusunda görər, gedinlə. İbn Yəmin öndə olaraq tatlı qəhqəhələrlə hay, buyurun, nə xoş təsadüf, Vasiflə küçük sabit misafirlərinə göstərir. Bu arkadaşım işte Vasif, aylarca əskərçi ayrı düşdük, qismət bu, yenə bugün görüşdük. Demək, İbn Yəmin Vasifi dostlarına bir zabit kimi təqdim edir və dostu kimi təqdim edir. Vasif İbn Yəminə xoşbəxt olaraq ziyarətindən könlüm nə qədər sevindi bilsən, deyir, və sənin ziyarətindən o qədər könlüm çox sevinibdi. İbn Yəmin misafirlərə, ben hərb ediyorken ordumuzda gördümse 5-10 sevimli sima, Vasif şu könüllü şanlı zabit bir yıldıza benziyordu sabit. Demək, 5-10 dənə vuruşan görmüşəmsə İbn Yəmin deyir, bunlar Vasif haqqında, onlardan biri Vasifdir. Sonra birinci zabit dünyanı saran şu qanlı qavğa bir xeyli yiğitlər etdi peyda. Yox şübhə bir türlü nevcavanlar, olduqca dəyərli qəhrəmanlar. Zabitlərdən biri deyir ki, bu qanlı qovğa bir xeyli cavanların yiğitliyini ortaya çıxardı. Heç şübhəsiz ki, hər tür nevcavanın dəyərli qəhrəmanlar mövcuddur. İbn Yəmin qavğada qolay müvəffəq olmaq, talih və cəsarət olsun ancaq deyir, davada yəni qalb olmaq mümkündür, amma bunun üçün gərək insanda talih və cəsarət olar ki, kamillər sürür, otururlar birinci zabit. Yarım sərxoş İbn Yəminə, yahu bu nasıl düyün ziyafət, məscid mi bu? Ya ki, bəzmi işrət deyir, bu necə bir düyündür? Zabitin nitqində biz bunu görürük. Deyir ki, məclisdir, məsciddir mi buraya, ya bəzmi işrətdir mi? İkinci zabit, gerçək bu nə? Oynayıb çalan yox, bu bir nəşələnib də zevk alan yox. İbn Yəmin, dur, həp olur, onsuz olmaz əlbət, ismarlamışam, gəlir bu saat, çavuş gəlir, əskərcə təmannalar edir, rəqqasələr əmrə müntəzirdir, İbn Yəmin gəlsinlər, evet, həm xəbər ver,
Çavuş çıxar. Birinci zabit gəlsinlər əvət, dəyişsin əhval, gülsün azacıq dəri, pəri amal. İkinci zabit tam 5 sənədir ki, rahib olduq, ciddiyyət içində hep boğulduq. Demək, ikinci zabitin dilindən 5 illikdən artıq hərbin getdiyini görürük. Rəqqaslar daxil olurlar. İbn Yemin çalğıçılara çal haydi çal etmə tefti fürsət. Çal durma sənindir işdən nevbət. Birinci zabit çal sızlayıb inləsin otellər, çarpınsın ki onunla həp könüllər. İkinci zabit çalğı başlar, rəqqasələr çal məclisə zövq nəşə gəlsin. Çal ta ölülər də rəqsə gəlsin. Çalğı başlar, rəqqasələr aşağıdakı şərqi əməhəni görərək söylər və rəqs edərlər. Şərqi hər şey sənindir ey qafil insan, gülgün şəfəqlər, rəngin çiçəklər, hər şey sənindir ey cahil insan, parlaq günəşlər, dilbər mələklər, yalnız sənin hər türlü nemət, gənclik, gözəllik, eşq, ülfət, hər səadət, sür daim zövqə səfa, fövt etmə fürsət, bir gün gəlir əsla səmər verməz nədamət, 5 günlük ömrün rüyaya bənzər dal, ey şünuşə, hiç gəl mənhuşə, daim gül əylən, olma mükəddər, iç badə həp gül, cuşi xurişə, sərməsti eşq ol, ey gözün qəsvət və nə lazım, bir gün gəlir əldən çıxar, zevki xərabət, al nəşə hər şeydən əvət qəflət nə lazım, bir gün gəlir əldən düşər peymanə heyhat, rəqs bitmək üzrəykən Ariflə bərabər Əli silahlı 2 qanun nəfər daxil olur. Birinci qanun kəskin və amirənə bir təvirlə sakin dağılan musiqi susar, rəqqasələr ikişər düşər, salonu tərk edərlər. İbn Yemin nədir bu rəftar? Arif İbn Yemin göstərir. Tam kəndisi işdə ağ qəddar İbn Yemin. Lakin çəkilinirmi bu həqarət? Silah çəkmək istəyir. Birinci qanun həbs nafilə bunca qeysi hiddət. Allah səni istiyor, hökumət gəl. Arif, bəllidir etdiyin xəyanət. İbn Yemin alıb götürürlər. Ariflə misafirlər də bərabər çıxarlar. Vasif ən arxada qalır. Küçük sabitə bax şimdi nə fevt edilsə fürsət, daim qalsın visalə həsrət. Sol qapıdan girmək istər, Rənaya qarşılarına çıxar. Vasif pərəstişkar bir təvrilə Rəna, sevimli afət, gəl durma, aman edilsə qəflət, mütləq səni məhv edər şu xain, olmaz daha qurtulur sənin üçün. Rəna sevincilə, Vasif gedəlim, müstərdidir, fəqət bu müşkül heyhat bulunmadıqca qatil. Vasif sözünü kəsərək, sən gəl bulunur o bir gün əlbət iblis. Rəna daha durma işdə fürsət, lakin babam Vasif ah gəl aman gəl, iblis get daha durma artar əngəl. Arif daxil olur son dərəcə məmnun, xain yakalandı ən nəhayət iblis yarı yumşaq qəhqəhələ eşq olsun əvət böyük məharət. Bu arada məncə iblis bunu kinayə ilə deyir. Arif Rəna hanı söylə gəlsin. Əfsus bir zabitə uydu getdi Arif çılğın. Sus iblis əli ilə onun omzuna oxşar. Yahu bana bax, şaşırma əsla. Rana o mələk əlində hala. Arif böyük bir təlaşla bir söylə nə səmtə getdi onlar. İblis qapıdan onlar getdiyi tərəfi göstərib. Bax, qarşıda bir xurmalıq var. Arif sözünü kəsərək bildim yetişir o bəlli bir yol. Dərhal dışarı fırlar iblis get durma istehsalı qəhqəhə. Fəqət yazıq əmin ol. Bəlkə bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Biz burada nəyi görürük? İblisin yenə nitqi ilə ikinci hissənin bitdiyini görürük.